Diyalog zamanıdır dostlar. Bizi narahat eden bütün mövzularda diyalog zamanıdır. Hər bazar ertəsi axşam saat 20:00-da Diyalog zamanı verilişi AG FM efirində. Dəyərli EGFM dinləyiciləri, hər birinizi salamlayıram. Yenidən bir Diyalog zamanı verilişində sizlərlə bir yerdəyik. Bugün sizlərlə birlikdə qonağım, həm söhbətim olacaq Gürcüstan Azərbaycanlı Tələbələr Assosiasiyasının rəhbəri Samirə xanım İsmailova. Sizləri maraqlı bir söhbətə dəvət edirik. Samirə xanıma ilk öncə xoş gəldin demək istəyirəm. Samirə, xoş gəldin. Sizləri salamlayıram və öz minnətdarlığımı bildirmək istəyirəm. Bugün fürsətimiz var. Sizlərlə inanıram ki, çox maraqlı söhbətimiz olacaq və uğurlar bizlərə. Uğurlar bizlərə. Necəsən öncəliklə? Çox sağ olun, yaxşıyam. Səni dinləyicilərimizə təqdim etdim Samirə. Dedi ki, Gürcüstanda yaşayan Azərbaycanlı Tələbələr Assosiasiyasının rəhbərisən və ilk öncə istəyirəm qısaca özün haqqında, özünün dilindən eşidək. Dinləyicilərimizə özün haqqında məlumat verəsən. Samirə İsmailova deyəndə biz kimi düşünməliyik? Necə bir insanı xəyal etməliyik? Əlbəttə, insan öz haqqında danışmalı deyil, daha çox başqalarına fürsət olmalıdır, dəyər versin və yaxud dəyərləndirsin daha doğrusu. Samirə İsmailova deyəndə ilk öncə axılımıza bir Azərbaycanlı gəlməlidir, hansı ki, illərdir Gürcüstan cəmiyyətində çalışan bir şəxsdir və Gürcüstanda demokratik bir ölkə qurulsun deyə özünü çox proseslərdə görmək istəyən bir şəxsdir. Yəni sözün düzü qeyd edilməsin ki, özüm haqqında danışmağı sevmirəm, amma yenə də Samirə İsmailova deyərək, yəni cəmiyyət məni o cür tanıyır ki, düzdür, mən Gürcüstan Azərbaycanlı Tələbələr Assosiasiyasının sədriyəm, başqa vəzifələrdə çalışmışam və bütün bunlar sadəcə olaraq bir məqsəd üçün ki, Gürcüstanda yaşayan Azərbaycanlılar bu cəmiyyətdə öz yerini tutsun deyə. Ən yaxşı odur ki, bir Azərbaycanlı olaraq tanımaqları. Bəli, düşünürəm ki, bu işləri görən gənc bir xanımı dinləyicilərimiz də təbii ki, tanımalıdırlar. Belə bir deyim var, gənclik bütün zamanların ən qüdrətli qüvvəsidir. Bunu əvvəldən də qeyd elədik. Yəni bizim artıq verilişlərimizin bir neçə sayı demək olar ki, məhz gənclər mövzusuna həsr olunubdur. Biz bugün səninlə də məhz gənclər haqqında danışacağıq və səninlə bir həm gənc, həm də ki, gənclərlə yaxın təmasda olan bir gənc olaraq söhbət eləmək istəyirəm. İlk əvvəl mövzu başlığımızla başlayaq. Sizin üçün Samirə, gənclik nə deməkdir? Nə anlam ifadə edir gənclik? Gənclik çox gözəl bir dönəmdir insanın həyatında. Bu, mən düşünürəm ki, elə bir fürsətdir insanın həyatında, hansında ki, insan əlindən buraxmamalıdır və düzgün şəkildə bunu istifadə eləməlidir. Çünki həyatda bu şans bəlkə də bir dəfə verilir və bir dəfə verilir bu şans və hər bir gənc bunu düzgün şəkildə istifadə edib çox şeyi qazanmalıdır və irəli getməlidir. O gənclik elə bir dönəmdir, nə vaxt ki, sən nə isə əldə edə bilərsən, qazana bilərsən, irəli gedə bilərsən və yaxud bir yerdə qalıb sönüb itə bilərsən. Buna görə ən yaxşısı odur ki, bizim gənclər, ümumiyyətlə gənclər mənim üçün də şəxsən elə oldu. Yəni, mənim düzdür, gənclik bizlərdən ötürü hələ yeni başlayıbdır, amma düşünürəm ki, bu uşaqlıq dönəmi məndən ötürü çox tez bitdi və artıq gənclik periodumu, tələbəlik periodumu mən çox yaxşı və çox dəyərli keçirdim. Çünki real proseslərdə iştirak eləmək, real özünü hər hansı proseslərdə görmək, bu çox yaxşıdır. Və gəncliyin əsas dadı budur. Çünki sabahla yadına salanda çox şeylər olur. Yadına salmağa. Düşünmürsən ki, yaşadığın bu günlər boş-boşuna imiş gənclik. Aydındır. Və belə deyirlər ki, gənclik üçün maneə yoxdur. Çünki gəncliyin gələcəyi var. Bu bir məşhurun kəlamıdır. Gənclik gələcəyi olduğu üçün xoşbəxtdir deyirlər. Buna qatılırsanmı? Səncə gənclik güclü bir qüvvədir. Bəli, bunu az əvvəl də qeyd elədik və hər şeyi dəf etməyə, bütün maneələri dəf etməyə doğrudan da qadirdirmi?
Onunla o fikirlə razıyam ki, gənclik və ümumiyyətlə gənclər hər bir şeyin gələcəyidir. Bir gənc ilk öncə onu göstərir ki, yəni öz tərbiyəsindən, öz təhsilindən, öz məlumatından onu ilk öncə onu göstərə bilər ki, yəni bizim gələcəyimiz necə olacaq? Məlumatlıdır, təhsillidir. Bu demək ki, bizim gələcəyimiz də parlaq olacaq. Ancaq o biz tərəfi görsə ki, yəni əks tərəf olsa ki, yəni heç bir məlumatı yoxdur, yəni hardasa bir tərəfdə qalmışıq, onda ümidimizi çox şeylərdən üzməliyik. Əlbəttə ki, gənclik sırf gənclər və gənclik bizim gələcəyimizdir. Sırf buna bağlıyıq. Qaldı ki, ikinci hissəsinə biliriz sualınızın ki, hər bir şeyi, hər bir etapları qarşımızdan götürür. Yəni hər bir gənclik hər bir problemi həll edə bilməz. Hər bir etapın öz belə deyək, həll edici yolları var, yəni problemlərin. Buna görə də bu sadəcə olaraq həyatın bir qismidir, bir etapıdır. Nəyi ki, ola bilsin ki, həll edə bilər. Yəni çox şey gənclikdən asılıdır, amma hər bir şey asılı deyil. Əlbəttə ki, insanın özündən çox şey asılıdır, gənclikdən daha çox. Təbii ki, razıyam bununla da. Siz ifadə elədiniz gəncliyin sizlər üçün nə anlam ifadə etdiyini. Mənə elə gəlir ki, bu dəqiqə mövcud olan problemlərdən biri də gəncliyin nə olduğunu qavramamağımızdır. Bəzən həddindən artıq belə deyək, sürətli yaşamağa çalışırıq. Bəzən də tam tərsinə. Orta yolu tapmamağın özü də bir problemdir məncə. Düzdür, razıyam. Bəzən gənclərdən və ümumiyyətlə gənclikdən söhbət etdiyimiz zaman çox gənclər onu təsəvvür edir ki, gənclik bu sırf olaraq azadlıqdır. Yəni hər hansısa çərçivələrdən çıxmaq və yaxud nə ilərsə veto qoyulmuş, yəni qadağa qoyulmuş proseslərdə özünü azad hiss eləməkdir. Mən bununla hardasa razı deyiləm. Çünki hər bir şeyin həddi var. Yəni bu proseslərdə ona görə düşünürəm ki, düşünürəm ki, gənclik bir fürsətdir çox şeyləri əldə etməyə və yaxud etməyə. Amma yəni tam son deyil, yəni bu. Aydındır. Ümumi gənclikdən danışırıq, bunu qeyd elədik və sözsüz ki, Gürcüstanda yaşadığımız üçün biz və Azərbaycan olduğumuz üçün Gürcüstanda yaşayan Azərbaycan gəncliyindən söhbət edəcəyik və burada mən iki qrup gənclikdən söhbət etmək istəyirəm. Təhsilli və təhsilsiz gənclərdən, daha doğrusu təhsilin içində olan və təhsildən uzaq olan gənclərdən. Bu səbəbdən də gəl ilk öncə tələbələrlə başlayaq. Gürcüstan ali məktəblərində təhsil alan tələbələrin mənə elə gəlir ki, çoxu ilə, əksəriyyəti ilə və sözsüz ki, elə bu səbəbdən də onların problemləri ilə də yaxından tanışsan. İlk sualım belə olacaq sənə. Bugünkü ümumi, burada mən nəzərdə tutmuram Azərbaycanlı və yaxud başqa bir millətdən olan, ümumi bugünkü günümüzdəki tələbə duruşu, tələbə deyiləndə gözümüzün önündə canlanan amil səni qane edirmi? Mənə bu maraqlıdır və ikinci sualım belə olacaq. Tələbələrdə ən çox, burada mən artıq Azərbaycanlı tələbələri nəzərdə tuturam, ən çox hansı problemlərlə rastlaşırıq? Azərbaycanlı tələbələrin problemlərinə inşallah qayıdarıq. Qaldı ki, ümumi, yəni ölkədə olan təhsil problemi və ümumiyyətlə tələbələrin problemi. Düşünürəm ki, hələ yetərli qədər səviyyə tutmamışıq, yəni tələbələr baxımından. Bu mənim fikrim, sadəcə mənim subyektiv fikrim deyil. Bununla bağlı bir çox ekspertlər, yəni bir çox ekspertlər öz fikirlərini söylüyor və bunu sübut edən bir çox sənədlər var ki, bugünkü gün Gürcüstanı götürəndə, yəni o çox orta səviyyə, çox aşağı səviyyədə, beynəlxalq arenada da, çox yerlərdə də təhsil baxımından. Ona görə bir çox problemlər yaranır. Yəni harda nə zaman ki tələbə artıq o şəxsdə hansı ki konkret olaraq çox şeyləri bilməlidir, çox proseslərdə iştirak etməlidir, çox aktiv olmalıdır. Amma deyə bilmərəm, yəni bu daha çox təhsil problemidir, yoxsa məlumatsızlıq problemidir. Çünki bu o qədər bir-birinə artıq qarışıb ki,
çox çətindir. Həm də ki, düşünürəm ki, təhsil sistemində də Gürcüstanın tələbələrini götürəndə əksəriyyətini əlbəttə ki, var bir çox problemlər nəyi ki, daha çox üzə çıxartmaq lazımdır. Bu elə sırf olaraq Azərbaycanın tələbələrə də aiddir, başqa millətlərə də əlbəttə ki. Problem ondadır ki, bəzi tələbələr düşünür ki, tələbəlik və təhsil sadəcə olaraq diplomu əlinə götürməklə bitir. Ki bəzi doğrudan məlumat üçün, təhsil üçün, təhsilin dəyəri üçün vuruşmur, getmir universitetə. Sadəcə olaraq atasına, anasına, qonşuya səhərsi günü göstərmək üçün diplom lazımdır deyə, yəni bunu əldə eləmək üçün gedirlər. Və bu real olaraq çox böyük bir problemdir. Həm bizim bütün tələbələr üçün, yəni Azərbaycanlılar üçün də elə Azərbaycanda olmayan şəxslər üçün də. Yəni oraya gedirlər ki, hər hansısa bir sənədi olsun. Hətta mən çox Gürcü tələbələrimdən, dostlarımdan eşitmişəm ki, sənəd olsun, nə fərqi var, nə ixtisasda oxuyursan, nəyi bitirmirsən. Əsas odur ki, əlində sertifikasiyası olan diplomun olsun. Sabah hər hansı işə sonra daxil olub işləyə biləsən. Deyə. Qaldı ki, ikinci hissəyə sualın Azərbaycanlı tələbələrin problemlərini. Burada əlbəttə ki, problemlərimiz daha çoxdur. Dərdimizi açsaq, saatlarla bu mövzuda söhbət eləyə bilərik. Dil problemi, düzdür, hakimiyyət tərəfindən illərdir bu problemi aradan götürmək üçün, dil bariyerini aradan götürmək üçün bir çox proqramlar həyata keçirildi. Düşünürəm ki, yetərli deyil. Həm də ildən ilə bir çox şeylər dəyişir. Proqramı üstündə işləmək də lazımdır. Kimlərsə bunun üstündə işləməlidir. Daha da yaxşı olsun deyə proqram. Amma heç kəs, yəni 4-5 il bundan əvvəl bir proqram yarandı. Misal üçün proqram 1+4 Gürcü dili hazırlıq kursu ilə bağlı. 5 il bundan əvvəl proqram necə yaranmışdı? Bugün yenə eyni səviyyədə davam edir. O proqrama təkmilləşdirilmədi. Yəni heç bir şey dəyişmədi. Amma unutmamalıyıq o hissəsində ki, 5 il bundan əvvəl o qədər müəllimlər yox idi. Bugünkü gündə regionlarda çoxlu müəllimlər var, kimlər ki, Gürcü dərslərində. Bugünkü gün 11-ci, 12-ci sinifdə oxuyan şagirdlərin Gürcü dili bilməyi daha yaxşıdır, nəinki 5 il bundan əvvəl idi. Və onlara başqa proqram təklif eləmək lazımdır. Onlar başqa proqramla oxumalıdırlar. Amma çox təəssüf olsun ki, bunu heç kəs nəzərə almırlar. Yəni, düşünürəm ki, hardasa başından eliflər, yaratdılar və bitdi. Bunun ikinci isə, yəni, bir çox şeylər var. Nəyə ki, vurğulamaq istərdim. Əsas da problemlərdən biri də odur ki, bizim Azərbaycanlı tələbələr universitetdə əksəriyyəti çalışır özünü hər hansı ictimai proseslərdən kənar tutmağa. Yəni, bu proseslərə daxil deyirlər. O düşünürlər ki, mən evim çayın qırağındadır. Ümumiyyətlə, yəni mən bu proseslərə heç bir aidiyyət etmirəm. Mən buraya gəlmişəm diplom üçün, yəni mən buraya gəlmişəm oxumaq üçün. Evdə atam-anam nə deyəcək? Yəni evdə ata-anasından dalaşası deyil ki, sən universitetin çərçivəsində hər hansısa layihə həyata keçirsə də, hər hansısa treninqdir, seminardır. Yəni bu proseslərdə iştirak etmək üçün mən düşünürəm ki, ata-anası yox desin. Saatlarla gedib boş-boş hardasa da oturmaqdansa da daha yaxşı olar ki, bu proseslərdə iştirak eləsinlər. Üçüncü mövzu ki, vurğulamaq istərdim ki, dil problemi düzdür. Başlayırlar oxumağa, amma bugünkü gündə 4-cü, 5-ci kurslarda oxuyan tələbələrimizin yenə də bu problemi var. Yəni, bəzilərinin. Və bunun səbəbi nədir? Ətraflarına baxanda, yəni 5 il bundan əvvəl kimlərlə bərabər qəbul olmuşdular. Yəni həmin insanlarla o sualı vermək istəyirdim. Sən mənim sualımı qabaqladın ki, bəli, Gürcü dili problemdir. Və az əvvəl sən dediyin proqramla, bir üstəgəl 4 proqramından minlərlə qeyri-Gürcü məktəbini bitirən tələbə daxil oldu universitetlərə, ali məktəblərə. Təhsil alırlar. Çox gözəl. Bu aydındır. Lakin az əvvəl sən qeyd etdiyin problem yenə də var. Bəli, 4-cü kursda oxuyan tələbələr yenə də ünsiyyəti belə deyək, güclə quracaq səviyyədə Gürcü dilini bilirlər. Bunun da səbəblərini dedin. Mənim üçün həmişə sual altındadır bu məsələ və məni narahat edir. Gürcüstandan, Hindistandan, Çindən, müxtəlif uzaq diyarlardan belə deyək, tələbələr gəlir və onların həqiqətən 3-cü, 4-cü kursda oxuyan
tələbələri Gürcü dilində çox normal səviyyədə danışa bilirlər. Ya biz bəs Hindistandan gəlməmişik. Gürcüstanın hansısa regionlarından gəlmiş olan bizlər bəli yaxşı bilmirdik. Bura qədəri aydındır. Axı biz universitetə gəldik və bizə başladılar bu və ya digər şəkildə Gürcü dilini tədris eləməyə. Proqramda zəifliklər olmuş olsa belə, biraz da bizim özümüzün tələb etmək bacarığımızın olmamağından qaynaqlanmırmı bunlar yəni? Afət xanım, mən sizlə razıyam. Mən də özümə çox vermişəm bu sual və sonra bir çox maraqlandım. Yəni var elə siz dediyiniz o tələbələr arasında Çinlilərdir, Hinduslardır, başqa millətlərdir. Kimlər ki, yəni Gürcüstan vətəndaşı deyirlər, onlar gəlirlər buraya sadəcə olaraq təhsil məqsədindən və çox aydın və aşkar bir məsələ var ortada. Onlar Hindistandan və yaxud Çindən gələndə buraya, onlar bilirlər nə üçün buraya gəlirlər və buradan geri gedəndə onlar özlərini harda və necə görmək istəyirlər. Yəni o tələbədən gedir söhbət. O birbaşa öz motivasiyasını bilir. O bilir ki, nə üçün bunu eləyir və buraya gələndə, Gürcüstana gələndə bilir ki, bir illik o dil kursu öyrənməsə, başqa fənləri keçə bilməz. Sadəcə biz Azərbaycanlılar çox xoşlayırıq güzəşti. Nə vaxt ki, bizə hər zaman kimsə nəsə güzəşt eləyir. Düzdür, bu bir hissəsidir. Amma ikinci hissə, biz bayaqlar qeyd elədiyim kimi, yəni Azərbaycanlılarda var belə bir xüsusiyyət. Nə vaxt ki, çox insanlarda biz başqalarının nəyisə göstərmək üçün nələrsə edirik həyatda. Daha doğrusu çox şeyləri bəzən. Və o Hindistanlı buraya gələndə o bilir ki, buradan geri öz ölkəsinə gedəndə o həkim olacaq, hüquqşünas olacaq, müəllim olacaq və yaxud kim olacaq və bilir birbaşa ən azı bir neçə il öncədən öz planlarını bilir. Ki, mən nə etmək istəyirəm, nəyə görə bunu eləyirəm. Amma bizim tələbələr, mən bu gündə demək olar ki, gündəlik həyatda onlarla nüsətim olur. Mən onlarla danışdım, mən başa düşürəm ki, onlar nəinki 2 il bundan sonra harda özlərini görürlər, heç 3 gün bundan sonra özlərini harda görmək istəyirlər və yaxud nə düşünürlər onu. Əsas odur ki, bugün burada öyrəndiklərini imtahana kimi aparıb çatdırmaq. Deməli, biz öz ölkəmizə və öz dilimizə qarşı çox laqeydik. Yəni, bu bayaq dediyimiz Hindistan məsələsinin əksi də doğrudur. Gürcüstandan olsun, Azərbaycandan olsun, xaricə gedən gənclər var. Bəli, və onlar xaricdə bir il ərzində İtalyanca danışa bilirik, İspanca danışa bilirik, İngiliscə danışa bilirik. Amma biz öz ölkəmizdə öz dilimizə laqeydik. Buradan belə bir nəticə çıxır. Nəyəsə arxainlik bəlkə. Bəli, arxainlik hardasa da. Arxainlik ona ki, yəni kimlərsə, nəylərisə bizə bağışlayacaq. Çünki illərcə, 10 illərin ərzində bizim böyük nəsli götürəndə, yəni Sovet dövrü idi, Rus dillilər daha çox idi. Sonra o period başladı ki, yəni Gürcü dilini o qədər populyar deyildi deyə. Yəni ehtiyac çox idi. Rus dilində danışığın özünü idarə edə bilirdim. Bu da yetərli idi. Amma bugünkü gündə bizim nəsil, yəni gənc nəsil, bunlar artıq hiss eləyirlər ki, o dövr getdi. Nə zaman ki, kimsə sənin yerinə hər hansı problemləri həll eləyəcək və nə zaman ki, sən başına vurub, kimlərsə hər hansı addımları irəli keçə bilər və yaxud nələrsə də edə bilər. Bu artıq keçmişdə qaldı. Və biz gənclərlə çox Azərbaycanlı onu hiss edir və istəyir ki, bu cəmiyyətdə özünə layiqli bir yeri tutsun. Çünki biz hardansa gəlməmişik. Biz Çinli deyilik ki, gələk buraya 4 il oxuyaq, sonra çıxaq gedək. Bilirik ki, bizi buradan zorla kimsə qova bilməz. Biz daimi burada yaşamışıq və daimi burada olmuşuq. Mənim fikrimcə, bu da bizə hardasa arxainlik verir ki, yəni illərdir yaşamışıq, o qədər ehtiyac olmayıb, diplomu bir təhər götürərəm, çıxıb gedərəm. Yəni, sözümü ona gətirmək istəyirəm ki, sonuna qədər, hələ ki biz onu tam yaxşı çox gənclər başa düşməyib, anlamayıb ki, bu birbaşa onların özlərinə lazımdır. Birbaşa onların özlərinə aid. Bunu mən öyrənirəmsə də bunu Samiriyə görə və yaxud Afayətə görə və yaxud kiməsə görə eləmirəm. Bunu mən özümə lazımdır deyə həyata keçirməliyəm. Həm də ki, belə bir məsələ var ki, dövlət tərəfindən də yenə də motivasiya
motivasiya olmalıdır. Yəni də düzdür, hər hansı proqramlar yarandı, bu yetərli deyil. Bir proqram bütün problemləri həll edəsi deyil. Düzdür, hardasa da bir yaramıza biraz duz səpmək kimi çıxır. Yəni biraz dərdimizə dərman olur, amma gerisi də var bunun. Yəni bunun arxası da gəlmir. Bu proses dayanmamalıdır. Çünki 10 illərin, 20 ilin ərzində biz nəsillərimizi itirmişik. Azərbaycanlılar köçüb, gedib, başqa ölkələrə kimlər gəlməyibdi. Yarım milyon Azərbaycanlıdan bugün 300 minə düşmüşük. Bu dedik, biz çox pis bir nəticədir. Əslində biz bunu düşünməliyik ki, bizim ölkəmizdir, bizim vətənimizdir və biz buradan heç bir yerə gedəsi deyilik. Biz çalışmalıyıq ki, necə ki başqa bu ölkənin vətəndaşı olaraq burada özümüzə layiq bir yerimizi tutmaq. Onu yox ki, bizə hər hansı kvota versinlər, güzəşt eləsinlər. Bizə dedik 3 nəfər parlamentə deputat versinlər, nə bilim 1 nəfər hər hansı nazirlikdə yer versinlər. Nə bilim bunun üçün vuruşmamalıyıq. Biz vuruşmalıyıq. Onun üçün çalışmalıyıq, o dili də öyrənməyə, bu cəmiyyəti də göstərməyə. Düzdür, gürcülər də başa düşməyə olar ki, bax bunlar yəni inteqrasiyadan, hər zaman inteqrasiyadan söhbət eləyirik, amma gürcü tərəfində qəbul eləmək olar. Yəni bunların əslində Gürcüstanın tarixinə baxanda çox çətindir kimisə qəbul eləməyə, kimisə yaxın buraxmağa. Çünki türklər məsələsi var idi, ruslar həyatı boyu bunlar belə deyək pres altında olan oldular. Yəni gürcü millətindən gedir söhbət və Gürcüstan hər zaman çox şeyləri itiribdir. Buna görə biz də hiss etməliyik, göstərməliyik ki, biz hardansa gəlməmişik. Və mən nə zamansa çıxıb buradan belə deyək Azərbaycana gedəsi deyiləm. Mən nə zaman ki deyəndə çox gürcülər deyir ki, bax sizdə Bakıda, derim ki, yox, bizdə Bakıda yox. Bakıda onlarda, bizdə Tiflisdə. Biz bunu başa salmalıyıq. Biz öz dəyərlərimizi göstərməliyik ki, o birisi tərəfdə harada ki biz inteqrasiya olmaq, daxil olmağa çalışırıq, onlar da başa düşsün ki, niyə bizi qəbul eləməlidirlər. Amma nə zaman ki biz əlimizi yığıb bir yerdə oturuq və sadəcə o olaraq belə deyək, vuruşduğumuz bir şey diplomdur ki, mən götürüm, yenə gedim geri kəndə. Bundan bitirsə hər bir şey, bu çox təəssüf, çox pisdir. Növbəti sualım belə olacaq Samirə. Qeyd elədik ki, dil problemi olduğuna görə ünsiyyət problemi var. Məncə bunun əksini də deyə bilərik. Yəni ünsiyyət problemi olduğuna görə dil problem olaraq qalır. Yəni az əvvəl sən də qeyd elədin ki, 5 il əvvəl kimlə qəbul olmuşdusa, bir tələbə yenə həmin insanlarla yaxın ünsiyyətdədir, çevrəsi yoxdur bu şəkildə. Buna bizim birazca da qapalı dünya görüşümüz səbəb olmuş ola bilərmi səncə? Yəni biraz adət-ənənələrdən qaynaqlanan, daha çox məhdud özümüzü çərçivəyə salmağımızdan qaynaqlanan. Mən deyə bilməzdim ki, o qədər adət-ənənədən, çünki daha çox stereotiplərdən deyərdim. Çünki stereotiplərdir o nələr ki bizə mənfi tərəfi gətirir, yəni minusları göstərir və hardasa biz çox şeylərə yəni qapalıyıq. Misal üçün biz təşkilat olaraq bir çox lagerlər təşkil eləmişik. Misal üçün qızlar üçün, sırf qızlar üçün və sonunda bir şey görürəm ki, onları razılaşdırmaq, yəni ailələrlə söhbət eləmək, onlara aparmaq çox çətin idi. Və görürdüm ki, bu yəni stereotiplə yanaşırlar ki, qızı göndəriblər oraya universitetə oxumağa, misal üçün atestat diplom götürmək üçün, yəni göndərməyiblər ki, orada getsin, dünyayı gəlsin. Amma yəni bu lazımdır. Sadəcə o dünya görüşü problemimiz var. Həmin ki, mən bugünkü gənclərimizə, daha doğrusu tələbələrimizə daha çox deyirəm ki, ən böyük problemlərdən biri odur ki, biz kitabsız gənclərik. Yəni biz kitabları sevməyən gənclərik. Kitab oxuyursan deyəndə deyir ki, hə, sənə gətirir hüquqşünaslıqda oxuyan tələbə öz hüquqlarına bağlı nəsə oxuyur, nə bilim, tibbdə oxuyan tibblə bağlı. Yəni bundan getmir söhbət. Hər bir şey dünya görüşdən asılıdır. Nəyisə
müzakirə eləmək üçün və yaxud nəsə bağlı öz fikrini bildirmək üçün sənin gərək məlumatın olur. Amma bizim gənclər çox təəssüf ki, əksəriyyəti kitabları sevmir. Mən yadımda çox tələbələrdən, yəni öz aramızda soruşurdum ki, misal üçün, axırıncı hansı kitab oxuyursun? Axırıncı bəlkə məktəbdə ya oxuyub da oxuyubsa da bəlkə lazım idi. Yəni düzdür, dünya görüşü problemimiz var. Bu da hansılar ki, artıq stereotiplərə keçir və bu stereotiplərə çox bağlanırıq. Düşünürük ki, kimsə nəsə deyər, nəsə ayıbdır. 2 nəfər gürcü dostunla gedirsənsə də birisi Azərbaycanlılar bununla bağlı nə fikirləşir? Yəni insan öz şəxsi həyatını, bu mənim həyatımdır. Yəni mən bunu necə istəyirəm, elə yaşaya bilərəm, elə bu həyatı sürə bilərəm, elə davam edirəm ki, mənim üçün faydası olsun. Daha yox ki, başqaları bu barədə nə fikirləşir. Çox təəssüf olsun ki, çoxu gənclər, yenə deyirəm, çox qapalı bir çərçivədə yaşayırlar və bu çərçivədən özlərini çox böyük komfortda hiss edirlər və bilək ki, hər hansısa başqa, yəni Azərbaycanlı olmayan bir şəxslə ünsiyyət qurmaq və yaxud kommunikasiya yaratmaq üçün gərək özlərinə diskomfort yaradalar, yoxmu? Biraz hardasa gözünə yaxşıdır, danışa bilmirsən. Amma bu diskomfortu çox vaxt sevmirlər. Həm də ki, yəni buradan eyni zamanda səslənmək istəyərdim bizim gənclərimizə ki, yəni bu ayıflı bir şey deyil. Həyatda hər şeyi bilmək qeyri-mümkündür. Amma öyrənməmək bu başqa məsələdir. Onda sabah sən özünə pis baxmalısan ki, mən bax bu fürsətim var idi, amma öyrənmədim. Bugünkü gündə çox qeyri-hökumət təşkilatları var, bir çox proqramlar var, harada ki iştirak edib və çox şey əldə edə bilərlər. Və buna görə nə heç kəs gülməyəcək, nə heç kəs səni təhqir eləməyəcək, tənqid eləməyəcək buna görə. Kimsə gülsə belə, bu sənin üçün stimul olmalıdır ki, bir səbəbi gör özündə, yəni nəyə görə bunu, kim sənə qarşı bu haqsızlığı edirsə, nəyə görə edir? Özündə olan o səhvləri düzəltmək. Mən düşünürəm ki, insanda ən yaxşı xüsusiyyət o olar, ən çox da gənc üçün ki, əgər sənin bir mənfi tərəfin varsa da, hər bir pis tərəfin varsa da, onu sənə deyərlər və sən o insana öz minnətdarlığını bildirəsən ki, çox sağ olun, bunu dediniz, mən də sabah bunu düzəltməyə çalışaram. Əgər sənə bunu demirlərsə də, demək onda sənin düşmənçilikləri var. Bəli, haqlısan. Ünsiyyət məsələsində dedik, yəni Azərbaycanlıların daha çox Gürcü ilə ünsiyyətində problem var. Amma mənə elə gəlir ki, elə Azərbaycanlıların Azərbaycanlılarla da ünsiyyətində problemləri var. Yəni ünsiyyət dedikdə tək elə söhbət eləməkdən söhbət getmir də, belə deyək. Fikir mübadiləsi, az əvvəl sən qeyd elədiyin müxtəlif mövzularda elə olsun, kitab, mütaliə mövzusunda. Bunlarda fikir mübadiləmiz, ünsiyyətimiz yoxdur və yaxud yaxşı hər hansı bir şey haqqında bir-birimizi məlumatlandırmağımız və yaxud tam tərsinə hər hansı bir təhlükə, pis bir şey haqqında məlumatlandırmağımız öz aramızda da ünsiyyət problemi olduğunu düşünürəm. Düzdür, var. Yəni düşünürəm ki, bunun səbəbi daha çox bilirsin nədir? Bəzi gənclər bəzi gənclər də bilsincə başqalarına yuxarıdan aşağı baxmaqla şeydir ki, bax mən kimdənsə daha məlumatlıyam, mən kimdənsə daha ağıllıyam. Yəni kimdənsə daha axıllıyam söhbəti ola bilməz. Çünki bu dünyada var insanlar hansılar ki bölünür iki kateqoriya. Axıllı və yaxud axılsız insanlar yoxdur. Var məlumatlı və məlumatsız insanlar. Biz 21-ci əsrdə yaşayırıq. Bugünkü gün bu məlumat dövrüdür. Nə qədər ki çox məlumatın var, o qədər daha axıllısan. Məlumatın yoxdur, o başqa məsələdir. Deməli ki, sən heç bir şey əldə etmirsən. Həm də ki, Şota Rustavelinin sözləri var. Der ki, "Раз çəmşəni, raçara da qarqulya." Nəyi ki paylaşarsan, o hər zaman daimi səninlə qalır və yaşayır. Nəyi ki kəndin üçün saxlarsan, heç kimə verməsən, o səndə qalıb itəcək sonunda. Bu çox yaxşı olar ki, başqaları da bundan bir-birindən paylaşsınlar. Amma bizim gənclər
düşünür ki mən niyə göstərməliyəm ki, mən nəyisə bilmirəm. Misal üçün siz əgər nəyisə siz Azərbaycan dilini məndən yaxşı bilirsiniz və mən fəxr edirəm ki, var elə insanlar kimlər ki, məndən daha bacarıqlıdır hər hansısa sahələrdə və siz mənə misal üçün məsləhət görsəniz ki, bax Səmirə bu kitabı oxu ya və yaxud hansı ki sənə kömək eləyər gələcəkdə fikrini söyləmə. Çünki mən vaxtında başqa cür idim. Biz rus məktəbində oxumuşuq, yəni başqa problemlər. Mənim üçün mən bunu qəbul edirəm. Bu çox yaxşı olar və çox yaxşı jest olar sizin tərəfinizdən də. Mən misal üçün var müəyyən şeylər nəyə ki, bəlkə sizdən artıq bilirəm, onu deyə bilərəm ki, bax bu mövzuda bunu oxusanız, bununla maraqlansanız daha yaxşı olar. Amma biz öz minuslarımızı göstərməyi sevmirik. Bizim gənclərdə çox təəssüf olsun bu var. Hər zaman özümüzü sevirik elə göstərmək ki, biz hər bir şeyi bacarırıq. Yenə vurğulamaq istəyirəm ki, hər bir şeyi bacaran insan yoxdur bu dünyada. Nəyisə daha yaxşı bacarırıq, nəyisə daha pis. Nisbidir hər şey. Bəli, hər şey var insanlar, kimlər ki, nəyisə daha yaxşı eləyə bilir. Ya burax eləsin o işi. Mən hər zaman tələbələrə demişəm, yəni konsultasiyamız olanda, görüşlərimiz olanda hardasa demişəm ki, kiməsə görə hər hansısa fəni seçməyin. Misal üçün fən deyin, ixtisası seçməyin. Deyirlər ki, bax niyə? Deyirlər ki, hüquqşünaslar buna bu qədər pul qazanır, ya maaşları belədir, tibbdə bu qədər belədir, hər məsələn aylığın olur, işin olur, gücün olur, belə. Mən hər zaman bir şey demişəm. Kim olursan ol, ilk öncə birinci dərəcəli olmalısan yaxşı insan, sonra isə öz ixtisasına görə. Əgər həkimsənsə, onda yaxşı həkim ol. Peşəkar olmalısan. Bəli, peşəkar. Yox, elə ki 50 min dənə həkimimiz olsun, içindən 5 dənə düzəlməlisi çıxmasın deyə. Eləsi həkim olacaqsınsa, lütfü bəlkə injineriya daha yaxşı bacarırsan. Get başqa bir şey seç. Yəni bir-birimizin məsləhətimizi dinləməyi bacarmaq, bir-birimizi eşitməyi, bəlkə də eşidirik, amma eşitməməzliyə çox vaxtı vururuq. Çünki düşünürük ki, niyə mən kimdənsə daha aşağıyam, kimsə mənə məsləhət verməlidir. Biz sadəcə məsləhətləri qəbul eləyə bilmirik mənim fikrimcə. Aydındır, çox sağ ol Səmirə. Tələbələrin maddi problemləri haqqında da sıx-sıx eşidirik və doğrusu 21-ci əsrdə maddiyyatın təhsilə problem olması mənə biraz gülünc yox ağır gəlir ki, bu dövrdə maddiyyat təhsilə problem olmamalıdır. Hər nə qədər böhrandan tutmuş problemlər olsa belə. Mənə maraqlıdır, sənin bununla bağlı konkret qarşılaşdığın hallar olubmu? Bəli, çox təəssüflər olsun ki, maddiyyat bugünkü gündə də çox aktual bir mövzudur bizim tələbələrimiz üçün. Bir çox tələbələr tanıyıram kimlər ki, maddi duruma görə təhsildən vaz keçiblər və təhsili buraxıblar. Yəni əlbəttə ki, bu hər kəs üzməlidir və düşünürəm ki, bu çox pisdir ki, belə bir proseslər baş verir. Amma yəni qeyd edim ki, bu çox pisdir. Amma sizlə hardasa razılaşa bilmərəm ki, biraz gülünc vəziyyətlə bağlı ki, təhsil, yəni maddiyyat təhsilə mane olmamalıdır. Misal üçün götürək Avropa ölkələrini. Ümumiyyətlə pul, yəni başlayaq. Pulsuz bu dünyada heç bir şey yoxdur. Onun haqqını əlbəttə kimsə ödəyir. Yəni ola bilsin ki, mən, sən, başqası, atamız, anamız onu cibindən ödəməsin, amma bunun haqqı kimsə ödəyir sonunda. Yəni pulsuz ona razılaşaq ki, pulsuz bu dünyada heç bir şey yoxdur. Yəni haqqı olmayan. Qayaq ikinci hissəyə ki, misal üçün Avropa ölkələri hardakı təhsilə çox böyük önəm verilir. Amma eyni zamanda təhsil orada çox belə deyək, baha və çətin bir şeydir. Və nəyə görə? Çünki bugünkü gündə Gürcüstanda o dərəcədə asandır qəbul olmaq, universitetə daxil olmaq, sonra oxumaq ki, çox insanlar nəyə görə qəbul edir ki, grantı əldə eləyərəm, oxuyaram, əldə eləmərəm, oxumaram. Yəni bax bu çox pisdir təəssüfən. Amma Avropada var belə deyək, qaydalar harda ki, grantlar da verirlər. Amma kimlər ki oxumaq istəyir, amma bu dövlət grantını və yaxud ölkə grantını əldə eləyə bilmirsə onda o pulu cibindən ödəyir, yoxmu? Çünki sən demək olar ki, bu imtahanı verib pulsuza qəbul ola bilmirsənsə də, demək sən hər hansı problemlərin var, hardasa zəifliyin var, özünün üzərində ya işləməlisən, ya bir şeylərin
bir şeyləri dəyişməlisən. Buna görə də düzdür, çox pisdir ki, çox təəssüf olsun ki, belə bir problemlər var, amma bu vəziyyətdən çıxma yolları da var. Əlbəttə ki, çıxa bilərlər. Mən sırf Gürcüstanı götürmək istəyirəm ki, var grant sistemi var, sosial proqramlar, nə zaman ki müraciət edə bilərsən, çox şey eləyə bilərsən. Mən yəni çox minnətdaram o kampaniyalara, Azərbaycan kampaniyaları kimlər ki, bugünkü gün böyük dəstək olurlar bizim Azərbaycanın tələbələrə. Yarı işi belə də 50% dövlət görürsə də işi, 50% tələbələrimizin 50%-dən artığına Azərbaycanlı kampaniyalar bu gün dəstək verir. Onların oxumağına şərait yaradır. Amma bunu bizim gənclər, bunu bizim tələbələrimiz də pis istifadə eləməməlidir ki, mənim anam pul vermirsə də mən biganə yanaşmalıyam buna. Nə olsun da onsuz mən pul ödəmirəm. Kimsə ödəyir. Yəni bunu kimdənsə kəsib, hər hansısa işdən kəsib, nə zaman ki ölkə daxilində və yaxud o ölkə kənarında hər hansı işlərə sərf eləyə bilərlər bu pulu. Amma bunu siz bizlərə, tələbələrə, gənclərə ayrılırsa, bunun dəyərini bilməliyik. Buna görə təhsil çox bahalı bir şeydir. Bunu əldə eləmək üçün insan gərək mübarizə apara və bu mübarizənin dadını bilə. Buna görə də təhsildə hər zaman gərək ən yaxşısı olasan, ən birincisi olasan ki, o pulsuza da nail olasan, o hər bir şeyi əldə edə biləsən. Nə zaman ki, hər şeyə pasiv yanaşırsan o baxımından ki, mənim yoxdur, mən özümü götürüm. Mən də yetim bir ailədən idim. Amma mən sonuna kimi vuruşmuşam. Öz grantım üçün də vuruşmuşam. Mən təhsilimə görə bir qəpik kimsə pul verəsi deyildi. Eyni zamanda dediyim kimi söhbətimizin başında vurğuladım ki, mənim çox aktiv tələbəlik periyodum olubdu. Mən bir yerdə durmurdum. Universitetdən çıxırdım, harasa stajyerliyə gedirdim və bunun nəticəsində mən onu əldə eləyə bildim ki, 20 yaşımda mən artıq Gürcüstan Təhsil Naziri müşaviri idim. 22 yaşım olanda mən artıq prezidentin müşaviri idim və bunu mənə kimsə verməyibdi. Mən özüm bunun üçün mübarizə eləmişəm. Mən fikirləşirəm ki, hər bir gənc üçün kimsə nümunə olmalıdır buna. Mən bir Azərbaycanlı olaraq bizim gənclərə, bizim dinləyicilərimizə onu çatdırmaq istəyirəm ki, Gürcüstanda mümkün olmayan heç bir şey yoxdur. Bax, mən elə buna görə deyirdim ki, maddiyyatın təhsilə problem olması biraz gülüncdür. Çünki insan vuruşarsa... Bəli, 21-ci əsrdir. Yenə deyirəm ki, hər bir şey məlumatdan və hər bir şey insanın biliyindən asılıdır. Biz 21-ci əsrdə yaşayırıq, nə vaxt ki, hər şeyə yetərli qədər dəyər verə bilirlər. Ola bilsin ki, səni aparıb dövlət məmuru qoymasınlar, Gürcüstan parlamenti otuzdurmasınlar, amma şərt o olmalı deyil. Çox təəssüf olsun ki, çox tələbələr üçün budur, yəni stimul. Amma vuruşmalısan. Yoxdur, sərhəd yoxdur. Heç nə sənin qarşını ala bilməz. Nə zaman ki, sən özün vuruşursan, nəsə üçün bunu əldə eləmək qeyri-mümkün. Yəni, mümkün olmayan bir şey deyil. Sənin əlindədir və 100% əminəm ki, insan hansı ki, çalışır nəyisə əldə eləmək, sonunda öz nəticəsinə mütləq çatacaq. Yəni deyirəm, mənim nə arxamda bir duran insanım var idi, nə təhsil haqqımı ödəyən var idi, nə də ki onu deyən yox idi. Valla aləm belə demirdi ki, ya Samira bunu düz eləyirsən, ya səhv eləyirsən, ya nəsə bunu eləmə, onu eləmə demirdilər. Sadəcə onu deyirdilər ki, həyat sənindir. Sən qərar verməlisən, nə cür yaşayacaqsan. Çünki oxuyarsan, sənə lazım olacaq, özün istifadə edə biləcəksən. Oxumayacaqsan, sən oxumayacaqsan. Yəni məcburiyyət heç bir şeydə olmayıbdı. Yenə deyirəm. Və bunun nəticəsi sonunda o oldu ki, mən çox yəni bugünkü gündən kimi hələ fəxr edirəm. Çünki elə bir Azərbaycanın başqa olmayıb. Mən hər zaman demişəm başqa gənclərdə ki, gəlin ən azı mənim qədər, mən bildiyim qədər Gürcü dilini öyrənin, sonra bir stol arxasında oturaq. Bu yekəxanalıqdan deyil. Sadəcə olaraq mən istəyirəm ki, onlar üçün stimulu olsun. Mən Gürcü dilini bilməyim yetərli deyil. Biz oradan dil problemlərdən danışırıq. Bu Gürcü dilini öyrəndim. Mən hazırım, gəltirim, kreslo verin, mən oturum. Bununla da olmur əlbəttə. İnsan vuruşmalıdır hər şey üçün. Bu olmasın Gürcüstan olsun, Hindistan olsun, Çin, Azərbaycan, Türkiyə və yaxud başqa bir ölkə.
hər yerdə insan çalışmalıdır. Həyat üçün mübarizə aparmağa. Darwinin teoriyası vardır. Yaşamaq istəyirsənsə də mübarizə apar. Yəni bu normal haldır. Buna görə də düşünürəm ki, hər kəs mübarizə eləməlidir. Hamımızın arzularımız və xəyallarımız var və mən özümdən demək istəyirəm, mənim ən böyük arzularımdan biri ta uşaq yaşlarımdan kəndimizdə böyük bir kitabxana tikilməsinə nail olmaqdır və bunun üçün nələrsə eləmək istəyirəm. Və düşünürəm ki, bundan kəndimizdə təhsilə maraq oyada bilərəm. Samirə İsmailovanın gəncliklə bağlı, gələcəklə bağlı xəyalı, böyük xəyalı nədir? Sözümcə mən uşaqlıqdan uşaqlığın hər zaman çox düşünürdüm. Yəni bu problemi real olaraq hər zaman görürdüm və mənim fikrimcə indi bu dediklərim tam açıqlayacaq o bütün prosesləri niyə bugünkü gündə cəmiyyət, yəni Azərbaycanlılar ümumiyyətlə Gürcü cəmiyyətində fəal olmağa çalışıram. Mən elə bir yerdə böyüdüm ki, yəni özüm adi bir kənd balasıyam. Və həyatımın 56 ayı kənddə keçirdi, 6 ayı şəhərdə. Yəni məktəb periodunda olurdum şəhərdə. Qalan 6 ay olurdum, ya 5 ay, 4 ay fərqi yoxdur, olurdum kənddə. Və bu fərqli həyatı və fərqli mühiti görürdüm. 6-7 yaşım var idi, artıq görürdüm ki, orada bizim kənddə Azərbaycanlılar necə yaşayır, hansı problemlərini qarşılaşırlar. Mənim 8-9 yaşım oldu, mən artıq Gürcü dilində danışırdım. Amma yəni misal üçün hər hansı qoxumla bərabər harası gedəndə baxırdım ki, onlar mütəri çətinlik çəkirlər. Mən yaşım az olmağına baxmayaraq onlara kömək edirdim nəysə. Ya tərcümə eləməyə, ya nəyisə başa salmağa çox böyük çətinlik çəkirdilər. Və o vaxtdan belə bu mənim üçün bir böyük arzu olub ki, hər bir Azərbaycanlı ilk öncə Gürcü dilini öyrənsin və bizə geridə qalmış bir millət kimi baxmasınlar. Yəni ikinci hissəli bir xalq kimi baxmasınlar. Bizə də baxsınlar, görsünlər ki, bizim gözəl şairlərimiz var, bizim gözəl bir insanlar var kimlər ki, bizim bu cəmiyyətdə təmsil edə bilər və bizim də böyük bir tariximiz var Gürcüstanla bağlı. Yəni biz biz hardansa gəlməmişik, biz sırf olaraq buraya aid olmuşuq. Və o zamandan belə düşünürdüm ki, həyatımı sırf olaraq buna qurban etməyə belə hazıram ki, bizim Azərbaycanlılar bu cəmiyyətdə özünə layiqli bir yeri tutsunlar. Arzum hər zaman bu olubdu və bugünkü gündə düşünürəm ki, bütün bu proseslərdə iştirak eləməyimin səbəbi də sırf olaraq budur. Son bir sual verəcəm. Deməli, gənc yaşlarında insanların çılğın olduğu bilinir. Qanının oynayan vaxtı belə deyirlər. Sənin bir gənc kimi çılğınlıqların olubmu və olubsa, təbii ki, olub əminəm buna və buna misal olaraq nə göstərə bilərik? Əslində elə misallar çox olubdu. Hətta məktəbimizin direktoru hər zaman deyirdi mən. Mən çox yaxşı şagird olmuşam. Yəni məktəbdə yəni dərs baxımından fəal şagird olmuşam. Məktəbin direktoru hər zaman deyirdi ki, səndən fəxr eləmək olar. Səndən fəxr eləyir, məktəbimizin fəxrisən, nə bilim, nə çox şeylər. Amma özümü hər zaman çox dəccal aparırdım, çox pis aparırdım. Yəni məktəbdən qaçmaq idisə də hər şeyin başçısı mən idim, hamı ilə bərabər. Yəni kimsə qaçırdısa mən heç vaxt geri qalmırdım. Hətta məktəbimin direktoru deyirdi ki, Samirə, sən oxumasan səni məktəbdən belə qoyulardıq, amma başqa çarəmiz yoxdur. Mən sözümcə çox var elə misallar. Misal üçün inanarsınız ki, Samirə İsmailova məktəbdə jurnal yandırıb. Müəllimə kaktus atıb təsadüfən. Belə şeylər çox təəssüf olubdu, amma çox gözəl. Çox gözəl. Son olaraq Samirə istəyirəm ECFM radiosu haqqında sənin təəssüratlarını və fikirlərini eşidim. İlk öncə öz minnətdarlığımı bildirmək istəyirəm. Bugünkü günü fürsət oldu. Az da olsa bizim Azərbaycanlılara müəyyən şeyi çatdırmağa, öz fikirlərimizi bildirməyə sənə başda olaraq öz minnətdarlığımı bildirirəm. Radio uğurlar arzulamaq istəyirəm. Düşünürəm ki, bu böyük bir addımdır Gürcüstan Azərbaycanlıları üçün və ümumiyyətlə Gürcü cəmiyyəti üçün bizim haqqımızda nəyilərsə bilmək və ilk öncə bizim Azərbaycanlılarımız üçün
fürsətdir. Daha da məlumatlı olsunlar, daha da çox belə deyək, effektiv məlumat alsınlar, bilgi alsınlar və hər kəsə, kimlər ki bu proseslərdə iştirak edir, kimlər ki bu belə deyək, radionun yaranmasında, bugünkü işlərində əməyi var, hər kəsə öz minnətdarlığımı bildirmək və uğurlar arzulamaq istəyirəm. Çünki siz Gürcüstanda əvəzi olmayan bir şey bu dəqiqə həyata keçirirsiniz. Bu böyük bir addımdır və böyük uğurlar sizə arzulamaq istəyirəm. Və eyni zamanda fürsətdən istifadə edib bugünkü günlə bağlı, bugün Dünya Uşaqlar Müdafiə günüdür və hər bir balacaya təbrik edirəm. Baxmayaraq dininə, millətinə, hər kəsə təbrik edirəm. Arzulayıram ki, ilk öncə bizim ölkəmizdə rahatlıq, sülh və ən yaxşı, ən xeyirli nə varsa bizim ölkəmiz üçün, bizim ölkəmizin balacaları üçün olsun və ümumi belə deyək, dünyada hər balacaya təbrik eləmək istəyirəm və ümidvaram ki, elə bir dünyada yaşayaq, nə vaxt ki, necə yaşayım, necə bir gələcək qurum deyə gənclərimiz və balacalarımız düşünməsin. Çox sağ ol Samirə, çox təşəkkür edirəm ilk öncə çox maraqlı, həddindən artıq maraqlı söhbətin üçün, daha sonra vaxtını ayırıb bizim dəvətimizi qəbul elədiyin üçün, bizimlə həm söhbət olduğun üçün çox təşəkkür edirəm, minnətdaram. Dəyərli EGFM dinləyiciləri, daha bir dialoq zamanı verilişinin sonuna gəldik. Studiyadan mən Afayət Əliyeva sizinlə növbəti həftəyə qədər sağollaşıram, hələlik. Dialog zamanıdır dostlar. Bizi narahat edən bütün mövzularda dialog zamanıdır. Hər bazar ertəsi axşam saat 20:00-da Dialog zamanı verilişi AG FM efirində.